Salam, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz hidrosferin tərkib hissəsi, hidrosferin yaranması, okean suyunun duzluğu, temperaturu, həmçinin cərəyanlar, bunlarla bağlı dərsimiz olacaqdır. Biz bilirik ki, hidrosfer yer kürəsinin su təbəqəsidir və hidrosfer dedikdə biz bura həm dünya okeanına aid edə bilərik, həm quru suların, çayları, gölləri, buzlaqları, bataqlıqları, həmçinin yeraltı suları, həmçinin atmosferdə olan su buxarın biz əlbəttə ki, hidrosferin tərkib hissəsinə aid edə bilərik. Yadda saxlayaq ki, planetimizdə suyun böyük hissəsi, yəni 96,5%, yadda saxlayaq ki, okean və dənizlərin, yəni okean sularının payına düşür. 1,8% buzlaqların payına düşür. 1,8% qütb ətrafında yerləşən buzlaqlardan söhbət gedir. Bu buzlaqların payına düşür. 1,7% yeraltı suların payına düşür. 0,1% isə çayların, göllərin, digər yerüstü suların payına düşəcəkdir. Və çayların, yadda saxlayaq ki, bu suların əksər hissəsi, yəni 97% qədəri, yadda saxlayaq ki, şor, cəmi 3% isə şirin sular hesab olunur. Şirin sularda təbii ki, çaylarda, göllərdə, yeraltı sularda, həmçinin materiklərdə formalaşan buzlaqlarda təbii ki, şirin su ehtiyatları toplanmışdır və bu şirin su ehtiyatlarının da əksər hissəsi Antarktida materikində və digər örtük buzlaqlarının, quru buzlaqlarının, yəni materiklərin üzərində formalaşan buzlaqlarda toplanmışdır. Biz bilirik ki, ilk yaranan okeanı biz nə adlandırırdıq? Təbii ki, Pantallas. Daha sonra Pantallas 4 okeana bölünmüşdü. Sakit okean, Şimal Buzlu okean, Atlantik okean və Hind okeanları. Şimal Buzlu və Sakit okeana biz deyirdik qədim okean və yadda saxlayaq ki, bunların sahəsi get-gecə azalmaqdadır. Atlantik və Hind okeanı isə təbii ki, cavan okeandır. Bunların sahəsi isə get-gedə böyüyür, artır. Həmçinin biz bilirik ki, Pangeya, Gondwana və Lavrasiya bölünən zaman onların arasında Tetis okeanı yaranmışdır və Tetis okeanı da bildiyimiz kimi Qara, Azov, Xəzər, Aralıq, həmçinin Aralıq dənizinin daxilində olan Adriatik, İonik, Tirren, Egey, Mərmərə kimi dənizlərə parçalanmışdır. Biz bilirik ki, quru ərazisində də, yəni materiklərdə də suyun formalaşması, ümumiyyətlə yağıntının baş verməsi üçün suyun dövranı mütləq olmalıdır. Buraya yazaq, suyun dövranı. Və biz suyun dövranını iki yerə bölə bilərik. Böyük dövran və suyun kiçik dövranı. Suyun kiçik dövranından biz danışsaq, baxın, günəş deməli suyu isidir, buxarlama baş verir, buludlar yaranır və buluddan yalnız okeanların üzərinə yağıntı yağarsa, biz buna deyirik suyun kiçik dövranı. Yəni yadda saxlayaq ki, suyun kiçik dövranı harada baş verir? Deməli, okeandan qalxır, atmosferdə buludlar yaranır və yenidən hara yağıntı düşür? Okeana. Biz buna deyəcəyik suyun kiçik dövranı. Yəni bir daha qeyd edirəm, suyun kiçik dövranında okean, atmosfer və yenidən okean iştirak edir. Burada hər hansı bir quru sahəsindən biz danışa bilmərik. Və yadda saxlayaq ki, suyun kiçik dövranı daha enli okeanlarda daha çox olur. Biz diqqət yetirsək görə bilərik ki, Sakit okean daha enlidir. Düzdürmü? Ona görə suyun kiçik dövranında ən aktiv iştirak edən okean Sakit okeandır. Birinci yerdə. İkinci yerdə Hind okeanıdır. Yəni bu suyun kiçik dövranında ən aktiv iştirak edən ikinci okeandır. Üçüncü Atlantik okeandır. Atlantik okeanın nisbətən kiçik dövranının, yəni Hind və Sakit okeanına nisbətən daha zəif olmasına səbəb onun daha ensiz olması. Görürsünüz, materiklərə yaxındır deyə burada suyun kiçik dövranı yox, böyük dövranı daha aktiv gedəcək. Dördüncüsü isə Şimal Buzlu okeanı. Şimal Buzlu okeanında isə təbii ki, qütb ətrafı ərazi olduğu üçün suyun temperaturu aşağı olduğu üçün burada suyun kiçik dövranı daha zəif gedəcəkdir. Ona görə suyun kiçik dövranında
materiklərin aktivliyinə, daha doğrusu okeanların aktivliyinə diqqət yetirsək, ilk öncə olacaq Sakit, sonra Hind, sonra Atlantik, sonra isə Şimal Buzlu okeanı. Suyun böyük dövranında isə əlbəttə ki, baxın, bura diqqət yetirək, yenidən bura biz diqqət yetirsək, günəş şüaları suyu isidir, buxarlama baş verdi, buludlar yarandı. Buludların bir hissəsi, yadda saxlayaq ki, küləklərin təsiri ilə gələcək həmçinin materiklər üzərinə, yəni bu zaman həm materiklərə, həm də quru üzərinə yağıntı yağacaqdır. Və belə deyək, quru üzərinə gələn bu sular, quru sularını, bu buludlar quru sularını yaradacaqdır. Və bu quru suları çaylar, göllər və digər yeraltı suların yaranmasına səbəb olacaqdır. Bunların bir qismi istifadə olunacaqdır, qalanları isə çaylar vasitəsilə yenidən okeana qayıdacaqdır. Ona görə də suyun böyük dövranında iştirak edən, belə deyək, nələr iştirak edir? Birinci yenə də əlbəttə ki, okean iştirak edəcək. Daha sonra atmosfer, yəni buxarlanma baş verir, buludlar atmosferdə yaranır. Daha sonra litosfer və yaxud da biz buna materiklər də deyə bilərik. Yəni litosfer də artıq bu prosesdə iştirak etməyə başlayır. Çaylar və yeraltı sular vasitəsilə yenidən təbii ki, okeana qayıdacaqdır bu sular. Təbii ki, suyun böyük dövranı baş verən zaman okeanda olan su, həmçinin istilik quru üzərinə aparılır. Yenidən qurudan isə hər hansı bir mineral maddələrdir, çöküntülərdir, çaylar vasitəsilə yenidən okeanlara qayıdır. Ümumiyyətlə, suyun böyük dövranı nəticəsində quru sular yaranır və canlı həyatın inkişafı üçün şərait yaranır. Suyun böyük dövranı isə əlbəttə ki, Atlantik okeanında özünü daha çox göstərir. Niyə? Çünki biz bura diqqət yetirsək, Atlantik okeanı daha ensiz olduğu üçün və materiklərə daha yaxın olduğu üçün belə deyək. Ona görə burada suyun, belə deyək, buxarlanan su küləklər vasitəsilə materiklərə daha tez çata bilər. Ona görə yadda saxlayaq ki, suyun böyük dövranında ən aktiv iştirak edən okean Atlantik okeandır. İkinci, əlbəttə ki, Hind okeanı olacaq. Üçüncü, eniliyinin çox olduğuna görə Sakit okean. Ən az isə yenidən Şimal Buzlu okeanı. Çünki Şimal Buzlu okeanı soyuq olduğu üçün, yəni günəşin düşmə bucağı kiçik olduğu üçün, əlbəttə ki, bu ərazilərdə suyun böyük dövranı da, kiçik dövranı da çox zəif gedəcəkdir. Daha sonra biz okeanların öyrənməsi haqqında qısaca məlumatlar verək. Deməli, okean dibinin öyrənməsi zamanı ilk öncə okeanın dərinliyinin öyrənilməsi təbii ki, önəmli faktor kimi ortaya çıxmışdır. Okean dibinin dərinliyini ölçmək üçün yadda saxlayaq ki, ilk öncə lot adlanan sadə bir avadanlıqdan istifadə olunurdu. Sadəcə bir kəndir idi. Kəndirin ucuna bir yük bağlayırdılar və bunun vasitəsilə okean dibinin dərinliyini ölçürdülər. Əlbəttə ki, bu vasitə dərin ərazilərin ölçülməsində əlverişli deyil. Çünki biz bu əraziləri ölçmək üçün bizə çox böyük, yəni məsafələri biz bunu ölçə bilmərik. Birinci Dünya müharibəsindən sonra isə yeni bir cihaz kəşf olundu ki, biz buna deyəcəyik echolot. Yəni ki, səs siqnalları vasitəsilə artıq okean dibinin dərinlikləri ölçüldü. Biz bilirik ki, bir saniyə ərzində səs suda 1500 metr məsafə qət edir və buna əsasən müəyyən edirdilər ki, əlbəttə ki, okeanın dərinliyi nə qədərdir. Məsələn, buna aid bir məsələ izahına baxaq. Deyirəm ki, okean dibinə göndərilən, məsələn, səs siqnalı 4 saniyə sonra okean dibinə çatmışdır. Məsələn, bizə sual verə bilər ki, okeanın dərinliyini tapın. Əlbəttə ki, biz bunu necə tapacaq? Çox sadə. Əgər 1 saniyə ərzində 1500 metr məsafə qət edirsə, deməli 4 saniyə ərzində də belə deyək, 6000 metr məsafə qət edəcəkdir. Və biz buradan biləcəyik ki, okeanın dərinliyi 6000-dir. Yəni, yenə deyirəm, bizə burada nəyi soruşdu? Bizə okeanın dibinə hansı müddətə gedib çatıb onu verib. Ona görə bizə getmə vaxtı lazımdır. Qayıtma vaxtına ehtiyac yoxdur. Burada da yalnız getmə vaxtını verdiyi üçün 1500-ü biz 4-ə vuraraq okeanın dərinliyinin 6000 metr olduğunu tapa bilərik. Amma məsələ başqa cür də ola bilərdi. Məsələn, bizə deyə bilərdi ki,
baxın belə deyə bilər ki, okean dibinə göndərilmiş səs siqnalı qısaca yazacağam. Səs siqnalı deməli exotdan göndərilmiş səs siqnalı tutaq ki 10 saniyə sonra geri qayıtmışdır. 10 saniyə sonra geri qayıdıb. Geri qayıdıb. Yenə bizə deyir ki, okeanın dərinliyini tapın. İndi burada biz nəyə diqqət yetirməliyik? Baxın, tutaq ki, gəmidən bir səs siqnalı göndərilir. Buraya yazıram gəmi. Bu da olsun okeanın dibi. Okeanın dibi olsun. Düzdürmü? Səs siqnalı göndərilib. Bu 10 saniyə ərzində geri qayıdıb. Düzdürmü? Demək, bunun 5 saniyəsini getməyə sərf eləyib. 5 saniyəsini isə qayıtmağa sərf eləyib. Eləmi? Ona görə bu tipli, artıq məsələ bu tipli verirsə, məsələn 10 saniyə sonra geri qayıdıb deyirsə və okean dibinin dərinliyini soruşursa, bu zaman yadda saxlayın ki, artıq mütləq ikiyə bölmə prosesi etməliyik. Çünki bu 10 saniyənin hamısını getməyə sərf eləməyib. Bizə əsas gediş vaxtı lazımdır. 5 saniyə, düzdürmü? Ona görə də yazıram 10 vurulsun 1500 bölünsün 2. Və burada müəyyən edə bilərəm ki, okeanın dərinliyi 7500 metrdir. Yəni burada biz nəyə diqqət yetiririk? Çox sadə məsələlərdir. Sadəcə bir şey diqqət yetirək ki, əgər bizdən yalnız hansı müddət okean dibinə çatıb o müddəti versə, okean dərinliyini soruşsa, o zaman birbaşa 1500-ü verilən vaxta vuracaq, zamana vuracaq. Yox, əgər bizə gedib qayıtma müddətini veribsə və okeanın dərinliyini istəyirsə, biz yalnız bizə getmə vaxtı lazımdır. Yəni həmin vaxtın yarısını 1500-ə vuraraq okeanın dərinliyini hesablaya bilərik. Daha sonra okeanın yəni daxili hissələrini öyrənmək üçün yadda saxlayaq ki, batisfer və batiskaf adlı cihazlardan əsasən istifadə olunur. Baxın, buraya yazaq batisfer. Yadda saxlayaq ki, batisfer okeanın əsasən dərin qatlarının öyrənilməsi üçün istifadə olunur və gəmidən idarə olunur. Gəmidən idarə olunur. Yəni bunun idarə edilməsi üçün gəmidə yəni bu aləti gəmidən göndərirlər və gəmidən idarə olunur. Və bir daha qeyd edirəm, okeanın dərin qatlarını öyrənir. Digər bir alət isə batiskafdır. Batiskaf. Bu batiskaf da yenə də okeanın dərin hissələrinin, dərin qatlarının öyrənilməsində istifadə olunur. Lakin bunun batisferdən fərqi odur ki, bu avtomatik idarə olunur. Avtomatik, yəni gəmidən idarə olunmur, avtomatik idarə olunur. Və bir daha qeyd edirəm, batisfer və batiskaf okean dibinin öyrənilməsi üçün əsas cihazlardır. Batisferlə batiskafın fərqi odur ki, batisfer əsasən gəmidən idarə olunur, batiskaf isə avtomatik idarə olunan cihazdır. Lakin hər ikisinin oxşar cəhəti odur ki, bunlar belə də okean dibinin dərin qatlarının öyrənilməsində istifadə olunur. Əlbəttə ki, okeanların öyrənilməsində daha çox okean sahilində yerləşən ölkələrin, xüsusən inkişaf etmiş ölkələrin rolu olmuşdur. Amma bununla yanaşı əlbəttə ki, Rusiyanın da okean dibinin öyrənilməsində çox böyük rolu var. Ona görə yadda saxlayaq ki, okean dibinin öyrənilməsində ən çox Rusiyanın, Böyük Britaniyanın, həmçinin okean dibinə çıxışı olmayan bəzi inkişaf etmiş ölkələr, məsələn İsveçrənin, ABŞ-ın, Yaponiyanın, Fransanın, yəni bu adların qeyd etdiyim ölkələrdən İsveçrənin dünya okeanına çıxışı yoxdur, amma digər ölkələrin dünya okeanına çıxışı var və bu ölkələr daha çox dünya okeanının öyrənilməsində mühüm rol oynamışdır. Həmçinin dünya okeanının öyrənilməsində yadda saxlayaq ki, baxın Challenger gəmisi. Deməli Challenger gəmisi 1872-1876-cı illərdə Böyük Britaniyaya məxsus olan gəmidir. Bu gəmi vasitəsilə okeanlarda ekspedisiya təşkil olunmuşdur və bu ekspedisiya nəticəsində toplanmış məlumatlar uzun müddətlər istifadə olunmuş və okeanların öyrənilməsində mühüm rol oynamışdır. Okeanların öyrənilməsindən biz daha sonra 1943-cü ildə yadda saxlayaq ki, 1943-cü ildə Yakov Kusto həmçinin biz Emil Qalyanın adını çəkə bilərik. Emil Qalyan. Demək, bunlar nə iş görüb? Yakov Kusto ilə Emil Qalyanın əsas işi ondan ibarət olmuşdu. Onlar demək, okeanın 40 metrə qədər olan sahələrini öyrənmək üçün yadda saxlayaq ki, Akvalang adlı cihaz hazırlayıblar. Və bir daha qeyd edirəm, Yakov Kusto ilə Emil Qalyan ilk dəfə akvalang hazırlayıblar və bu akvalanglar vasitəsilə okean dibi öyrənilmişdir. Deməli, Marian çökəkliyinin
öyrənilməsi isə bilir ki, dünyanın ən dərin yeri Marian çökəkliyidir. Bunda dərinliyi 11.022 metrdir Sakit Okean ərazisində və bu Marian çökəkliyinə ilk dəfə SSR-nin Vityaz gəmisi deməli eniş etmişdir 1957-ci ildə. Yəni bu okeanın dərinliyini ilk dəfə Vityaz gəmisi vasitəsilə ölçülmüşdür. İlk batıskafı isə yəni bu Marian çökəkliyinə ilk batıskafı isə 1960-cı ildə İsveçrə alimi olan Jak Pikar göndərmişdir. Jak Pikar. Baxın, bu adını çəkdiyim alimlər və yaxud da gəmilər, alətlər okean dibinin öyrənilməsində mühüm rol oynamışdır. İndi isə okean dibinin belə deyək, temperaturuna keçək. Ümumiyyətlə, okean suyunun daha doğrusu üzr istəyirəm. Ümumiyyətlə, yadda saxlayaq ki, okean suyunun temperaturu ilk öncə ekvatordan qütblərə doğru. Baxın, burada biz qeyd eləyək. Baxın, ekvator xətti tam ekvatordan həm şimal, həm də cənub qütbünə doğru təbii ki, okean suyunun temperaturu dəyişir və okean suyunun temperaturuna təsir edən əsas amillərə biz nümunə göstərə bilərik. Coğrafi enlik, yəni ki, coğrafi enlikdən asılı olaraq biz bilirik ki, günəş şüalarının düşmə bucağı dəyişir. Ona görə də günəş şüalarının düşmə bucağı dəyişdiyi üçün okean suyunda da temperatur dəyişir. Birinci məsələ. İkinci, okean cərəyanları. Okean cərəyanları. Biz bilirik ki, iki cür okean cərəyanı var. İsti və soyuq okean cərəyanları. Ona görə də isti cərəyanlar deməli okean suyunun temperaturunu daha da artırır. Soyuq cərəyanlar isə okean suyunun temperaturunu daha da azaldacaqdır. Üçüncü məsələ, daimi küləklər. Yəni daimi küləklərdə təbii ki, daha isti ərazilərdən gələn küləklər əlbəttə ki, yenə də okean suyunun temperaturunu daha da artıracaq. Qütb ətrafı ərazilərdən gələn küləklər isə okean suyunun temperaturunu daha da soyudacaqdır əlbəttə ki. Və dördüncüsü əlbəttə ki, günəş radiasiyası. Günəş radiasiyasının miqdarı nə qədər çoxdursa, demək okean suyunda temperaturu çox olacaqdır. Bir daha qeyd edirəm. Dünya okeanında temperaturun paylanmasına təsir edən əsas amillərə aid olacaq coğrafi enlik, okean cərəyanları, daimi küləklər və günəş radiasiyası. Təbii ki, ekvatoral enliklərdə, xüsusən 5-10 dərəcəlik enliklərdə, şimal və cənub enliklərində okean suyunun temperaturu maksimuma çatır. Yəni bu ərazilərdə okean suyunun temperaturu təqribən 27,4 dərəcədir. Tropik enliklərdə isə okean suyunun temperaturu yüksək olsa da, burada əsasən buxarlanmaya daha çox istilik sərf olunur. Və ekvatordan qütblərə doğru qalxdıqca okean suyunun temperaturu azalır və hətta qütb ətrafı ərazilərdə artıq okean suyunun orta temperaturu 1-2 dərəcəyə qədər enir. -1, -2 dərəcəyə qədər artıq suyun temperaturu enə bilir. Amma konkret okeanlar üzrə baxsaq, okeanlarda suyun orta temperaturu nə qədərdir? Ən isti okean, yəni orta temperatura malik olan okean, yadda saxlayaq ki, Sakit Okeandır. Sakit Okeanda suyun temperaturu təqribən 19 dərəcə Selsi hesab olunur. Çünki fikir versəz, Sakit Okean tropik enliklərdə daha geniş sahə tutur. İkinci Hind Okeanıdır. Hind Okeanın orta temperaturu təqribən 17 dərəcə Selsidir. Üçüncü Atlantik. Atlantik Okeanın temperaturu təqribən 16,5 dərəcədir. Bunun da səbəbi tropik enliklərdə nisbətən daha ensiz olmasıdır. Ən soyuq isə təbii ki, Şimal Buzlu Okeandadır. Orta temperatur. Bu da səbəb əlbəttə ki, qütb ətrafı ərazidə yerləşməsi və günəşin düşmə buzağının kiçik olmasıdır. İndi isə okean suyunun duzluğuna baxsaq, yadda saxlayıraq ki, duzluq nədir? 1 litr suda yadda saxlayaq ki, olan duzun qramlarla miqdarına biz deyəcəyik duzluq. Deyirəm, 1 litr suda olan duzun qramlarla miqdarına biz deyəcəyik nə? Təbii ki, duzluluq. Yadda saxlayaq ki, duzluluğu ölçmək üçün biz promillidən istifadə edəcəyik. Promilli, yəni ki, ədədin 1/1000 hissəsinə deyilir və yadda saxlayaq ki, xəritədə eyni duzluğa malik olan nöqtələri birləşdirən biz xətlərə deyəcəyik izoqalinlər. Nə olacaq izoqalin? Eyni duzluğa malik olan nöqtələri birləşdirən təbii ki, xətlərə biz deyəcəyik izoqalin. Yadda saxlayaq ki, biz dünya okeanından danışırıqsa, dünya okeanı orta duzluq 35 promillidir.
Düzdür, bu hər yerdə eyni deyil təbii ki. Amma dünya okeanında belə deyək, orta duzluluq 35 promildir. Yəni ki, dünya okeanının 1 litr suyunda 35 qram, yaxud da 1 ton suyunda 35 kiloqram duz var. Və yadda saxlayaq. Dünya okeanında duzluq təqribən 35 promillidir. Bu da yəni o deməkdir ki, dünya okeanında orta duzluq 1 litrdə təqribən 35 qram və yaxud da 1 tonda 35 kiloqram təbii ki, duz vardır. Okean suyunun duzluluğuna nələr təsir edər? Bu okean suyunun duzluluğuna təsir edən amillər. Birinci, biz yağıntıları. Yağıntı. Biz bilirik ki, yağıntılar şirin sular olduğu üçün hansı ki, okean hansı ki hissələrinə yağıntı çox düşəcək, o əlbəttə ki, duzluluğu daha da azaldacaq. 2. Buxarlanma. Yadda saxlayaq ki, buxarlanma nə qədər çoxdursa, okean suyunun duzluluğu da bir o qədər çoxdur deməkdir. Yəni, harada temperatur yüksəkdir, buxarlanma çox gedirsə, əlbəttə ki, orada da duzluluğun miqdarı çox olacaqdır. Üçüncüsü, çay və buzlaqlar. Biz bilirik ki, həm buzlaqlar, həm də söhbət iceberglərdən gedir. Buzlaqlar, həm də çaylar şirin sulu olduğu üçün bunlar da okean suyunun duzluluğunun azalmasına təsir edir. Və həmçinin okean cərəyanları. Okean cərəyanları. Okean cərəyanları həm suyun temperaturunu, yəni suyun duzluluğunu artıra bilər, həm də azalda bilər. Biz bilirik ki, cərəyanlar iki cür olur. İsti və soyuq cərəyanlar. İsti cərəyanlar adından məlum olduğu kimi suyun temperaturunu isitdiyi üçün bu zaman duzluluq artacaqdır. Lakin soyuq cərəyanlar isə suyun temperaturunu soyutduğu üçün əlbəttə ki, duzluluq azalacaqdır. Dünya okeanında duzluq təbii ki, coğrafi enlikdən asılı olaraq da dəyişir. Yadda saxlayaq ki, ekvatorial enliklərdə buxarlanma çox olduğu üçün burada 34-35 promilli duzluq var ekvatorial enliklərdə. Tropik enliklərdə buxarlanma maksimuma çatdığı üçün bu ərazilərdə 37-36 promilli duzluq var. Mülayim və qütb ətrafı enliklərdə, xüsusən qütb ətrafı enliklərdə isə artıq duzluq azalaraq 32 promilliyə düşəcəkdir. Çünki buna da səbəb buxarlanmanın az getməsi olacaqdır. Yadda saxlayaq ki, dünya okeanında ən duzlu hissə qırmızı dənizdir. Qırmızı dəniz. Yadda saxlayaq, qırmızı dənizdə duzluluq təqribən 42 promillidir, orta duzluluq. Daha sonra bəzi bilməli olduğumuz dənizlər. İkinci, Mərmərə dənizi. Mərmərə dənizində duzluq təqribən 25 promilli hesab olunur. Üçüncü, Qara dəniz. Qara dənizdə duzluq təqribən 18 promilli hesab olunur. Xəzər dənizində duzluq 12-13 promilli hesab olunur. Azov dənizində duzluq burada da təqribən 12 promilli hesab olunur. Baltik dənizində isə görürsünüz qütbə daha yaxındır. Baltik dənizi isə qütbə daha yaxın ərazi olduğu üçün buranın duzluğu azdır. 11 promilli duzluq təbii ki olacaqdır. Gördüyünüz kimi ən çox duzluq da qırmızı dənizdə olacaqdır. Duzluğu təqribən 42 promillidir. Biz bir neçə gəlin duzluğa aid məsələlərə baxaq. Ümumiyyətlə bir məsələni yadınızda saxlayın ki, biz suyu nə qədər çox buxarlandırırıqsa, o zaman duzluluq artır. Yəni tərs mütənasibdir. Buxarlandırma nə qədər çoxdursa, yəni biz su nə qədər azalarsa, o zaman duzluq bir o qədər çox artacaqdır. Lakin buxarlanma nə qədər azdırsa, o zaman duzluq çox olacaqdır. Ona görə də gəlin buna aid biz hər hansı bir məsələ həllərinə baxaq. Tutaq ki, deyirəm ki, 1 litr suda, bu yazıram bura, 1 litr suda suyun tutaq ki, duzluluğu deyək ki, 20 promillidir. Deyirəm ki, suyun 50%-ni buxarlandırsaq, duzluluq nə qədər olar?
Burada nəyə diqqət etdirməliyik biz? Yadda saxlayın ki, okean suyunun tutaq ki, deyək, bunu tənasıb qurmaq lazımdır. Deməli, üzr istəyirəm, 1 litrdən yəni okean suyunun duzluğu 20 promillidir. Yəni bu o deməkdir ki, 1 litr suda 20 qram duz var. İndi deyirəm bu suyun yarısını buxarlandırsam. 1 litrin yarısını 50% buxarlandırda nə qədər su qalır? 0,5 litrə x. Amma yadda saxlayaq ki, bunu biz düz mütənasiblə yox, tərs mütənasiblə hesablayacağıq. Çünki buxarlanma artdıqca duzluq azalmalıdır. Ona görə bu zaman qarşı-qarşıya vuracağıq. Buradan da təbii ki 20 bərabər olacaq 0,5 x-a. X bərabərdir 40 promilli. Gördüyümüz kimi buxarlanma artdıqca, daha doğru buxarlanma, yəni suyun miqdarı azaldıqca duzluq nə olacaq? Artacaq. Yəni buxarlanma nə qədər çoxdursa, duzun miqdarı da çoxdur. İndi bunun tam əksinə baxaq. Tutaq ki, deyirəm ki, yenə də tutaq ki, okean və yaxud da hər hansı bir dənizin, tutaq ki, deyirəm ki, duzluğu 12 promillidir. 12 promillidir. Və deyirəm ki, suyun üzərinə yarısı qədər şirin su əlavə etsəm, duzluluq nə qədər olar? Yadda saxlayaq ki, indi bunu necə? Burada deməli 1 litr suda 12 qram əgər duz varsa və onun üzərinə yarısı qədər su əlavə etdim. Yəni 1 litrin yarısı 1,5 litr deməkdir və suyun miqdarı oldu 1,5 litr. İndi deyirəm ki, duzluğu nə qədər olar? Bunu da tərs mütənasiblə hesablamalıyıq. Çünki nə qədər şirin su əlavə etsəm, duzluq bir o qədər azalmalıdır. Buradan da 1,5x bərabər olacaq 12-yə, x də bərabər olacaq 1,12-ni 1,5-ə bölsək, bu da 8 eləyəcək. Demək, duzluq 12 promillidən 8 promilliyə qədər enəcəkdir. Duzluq məsələlərinin daha geniş, daha çətin versiyaları ilə, ümumiyyətlə duzluğa aid məsələlərinin izahları ilə bizim YouTube kanalımızda var. Onlarla daha geniş baxaraq öyrənə bilərsiniz. İndi isə okeanda dinamik proseslərə keçsək, yadda saxlayaq ki, okeanda olan dinamik proseslərə biz aid eləyəcəyik dalğaları, aid eləyəcəyik okean cərəyanlarını, aid edəcəyik qabarma və çəkilmə, həmçinin aid eləyəcəyik demək tsunamiləri. Bunlar yadda saxlayaq ki, okeanda baş verən əsas dinamik proseslərə aiddir. İlk öncə biz külək dalğalarından danışaq. Yadda saxlayaq ki, külək dalğaları, yəni küləyin təsiri ilə okeanda sular dalğalanma baş verir ki, buna biz təbii ki dalğalanma deyirik. Və burada bir şeyə diqqət yetirin. Dalğanın ən hündür hissəsinə biz deyəcəyik dalğanın yalı, dalğanın ən alçaq hissəsinə deyəcəyik dalğanın dabanı. Yadda saxlayaq, bir daha deyirəm. Dalğanın ən hündür hissəsinə biz deyəcəyik dalğanın yalı, ən alçaq hissəsinə deyəcəyik dalğanın dabanı. Yadda saxlayaq ki, iki yal arasında qalan məsafəyə biz deyəcəyik dalğanın uzunluğu, daban və yal arasında qalan məsafə isə deyəcəyik dalğanın hündürlüyü. Okean küləklərin təsiri ilə yananan dalğalar, yəni çox da hündürlüyü çox olmur. Əsasən yadda saxlayaq ki 4-6 metr, bəzən isə 10 metrə qədər çatır. Amma lap yüksək, yəni tufan formasında olan küləklərdə, günlərdə dalğanın hündürlüyü maksimum 30 metrə qədər çata bilər. Və yadda saxlayaq ki, dünyada ən böyük dalğalanmalar Atlantik və Sakit okeanının şimalında, Atlantik və Hind okeanının cənubunda və xüsusən Şimal Buzlu okeanında yerləşən Barents dənizində deməli dalğaların hündürlüyü maksimal həddə çatacaqdır. Bir daha qeyd edirəm. Deməli Atlantik və Sakit okeanının şimalında, Atlantik və Hind okeanının cənubunda, həmçinin dünyada ən böyük dalğalanma Barents dənizində müşahidə ediləcəkdir. Həmçinin okeanlarda baş verən digər bir hadisə təbii ki
qabarma və çəkilmə hadisəsidir. Qabarma və çəkilmə. Deməli, qabarma və çəkilmə nədir? Qabarma və çəkilmə ayın və günəşin cazibə qüvvəsinin təsiri ilə sular irəli çəkilə bilər və sonra yəni daha doğrusu irəli gələ bilər, qabara bilər. Daha sonra isə geri çəkilə bilər. Bu yəni ay yerə nə qədər yaxındırsa, əlbəttə ki, qabarma gücü daha çoxdur. Yəni ayın qabarma gücü günəşə nisbətən daha çoxdur və yenə də sizə deyirəm, qabarma və çəkilmə okeanlarda ayın və günəşin cazibə qüvvəsinin təsiri nəticəsində baş verir və dünyada ən böyük qabarma Şimali Amerikada, xüsusən Kanada sahillərində Fand və Main körfəzləri ətrafında hiss olunur. Burada 18 metrə qədər dalğaların hündürlüyü, xüsusən Fand körfəzi ətrafında 18 metrə qədər qabarma dalğaları baş verir. Həmçinin dünyada daha sonra qabarmanın ən çox olduğu ərazilərə biz Böyük Britaniyada Bristol körfəzini, həmçinin Oxot dənizini, Ağ dənizini, həmçinin dar körfəzləri nümunə göstərə bilər ki, dar körfəzlərdə yadda saxlayaq və həmçinin adını çəkdiyimiz ərazilərdə qabarma çəkilmə daha böyük olur. Lakin daxili dənizlərdə isə yadda saxlayaq ki, qabarma çəkilmənin hündürlüyü minimal həddə enir. Qabarma çəkilmənin əsas əhəmiyyəti nədən ibarətdir, nədə istifadə olunur? Gəmiçilikdə deməli faydası var. Daha sonra balıqçılıqda, yəni balıqçılığın, yəni balıqların sahilə yaxınlaşmasına köməklik eləyir. Yəni balıqçılıqda çox geniş formada istifadə olunur. Həmçinin enerji alınmasında. Yəni inkişaf etmiş ölkələr xüsusən qabarma çəkilmədən enerji əldə eləyirlər və bəzi hallarda qabarma çəkilmə nəticəsində çaylar mənsəbidən mənbəyə doğru axmağa başlayır ki, biz buna deyəcəyik bor hadisəsi. Bor hadisəsi də xüsusən Çin ərazisində yerləşən çaylarda, Futsuzyan çayı ərazisində, həmçinin Temza çayında, Amazon çayında bu bor hadisələri daha çox baş verir və inkişaf etmiş ölkələrdən ABŞ, Kanada, Fransa, Böyük Britaniya, həmçinin inkişaf etmiş olan ölkələrdən isə Rusiya bu qabarma çəkilmədən enerji əldə edirlər və bundan səmərəli formada istifadə edirlər. Dünya okeanında vulkanların, zəlzələlərin, yəni okean dibində vulkan və zəlzələlərin baş verməsi nəticəsində yadda saxlayaq ki, tsunami hadisəsi baş verir və tsunami hadisəsinin yaranmasına səbəb bir daha deyirəm ki, okean dibində olan zəlzələ və vulkanlardır. Və bu zaman yadda saxlayaq ki, yəni bu tsunami başlayan zaman dalğaların sürəti 400-800 kilometr bölü saata çatır və dalğaların hündürlüyü isə 2-3 metr olur başlanğıc zamanı və dalğaların arasında məsafə isə 100-200 kilometrə çatır. Hər dalğa arasındakı məsafə. Lakin sahilə doğru yaxınlaşan zaman, bunu diqqətlə yadınızda saxlayın, sahilə doğru yaxınlaşan zaman dalğaların sürəti azalaraq hardasa 30-100 kilometrə düşür, lakin dalğaların hündürlüyü artır. Ona görə də bu zaman çox böyük dağılmalar baş verir. Dünyada ən böyük tsunamilər İndoneziyada, Yaponiyada, Çili kimi ərazilərdə özünü çox yüksək səviyyədə göstərir ki, bu da ölkələrin iqtisadiyyatına çox böyük ziyan vurur. Okeanda baş verən deməli dinamik proseslərdən biri də cərəyanlardır. Deməli yadda saxlayaq ki, cərəyanların yaranmasına səbəb daimi küləklər, yəni passatlar, qərb və qütb küləkləri, daimi yəni küləklər okean cərəyanlarının yaranmasına səbəb olur və okean cərəyanları əsasən şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə əsasən sola meyl edirlər. Düzdür, ərazinin konfiqurasiyasından asılı olaraq bu istiqamətlər dəyişə bilər, amma əsasən şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə təbii ki, sola meyl edəcəklər. Biz cərəyanları təbii ki, iki yerə ayıracağıq. Bir isti cərəyan, həmçinin soyuq cərəyan. Bəs bu cərəyanın isti və yaxud da soyuq olmasına necə müəyyən olunur? Yadda saxla, bax, gəlin məsələn bu ərazini götürək. Bax, tutaq ki, burada 5 ərazisi. Bax, görürsünüz, burada 5 rəqəmi ilə göstərilən Peru cərəyanı var. Bu soyuq cərəyandır. Niyə soyuq cərəyandır? Fikir versək, Peru cərəyanı daha qütb ətrafı ərazidən gəlir deyə, yəni soyuq ərazidən isti əraziyə, yəni nisbətən daha isti əraziyə daxil olur deyə, bu həmin ərazinin suyunu nə edəcək? Soyudacaq. Ona görə bu soyuq cərəyandır. Yəni ətraf ərazidə olan suları əgər
soyudursa, məsələn deyək, bu 5 rəqəmi yazılan ərazidə tutaq ki, deyək, suyun temperaturu 15 dərəcə Selsidir. Lakin Peru cəryanı daha soyuq qütb ətrafı ərazilərdən gəldiyi üçün tutaq ki, deyək, bu Peru cəryanının temperaturu məsələn deyək 5 dərəcə Selsidir, düzdürmü? Gördüyünüz kimi bu 5 dərəcə Selsi 15 dərəcəli Selsi olan əraziyə daxil olan zaman təbii ki, oranın suyu nə eləyəcək? Soyudacaq. Ona görə biz bunu adlandıracağıq soyuq cəryanlar. İsti cəryanlar isə əsasən alçaq enliklərdən, məsələn 10 dərəcə, 20 dərəcə kimi enliklərdən daha 80, 90, 70 yəni qütb ətrafı daha yüksək enliklərə doğru hərəkət edən cəryanlardır. İsti cəryanlar isə yadda saxlayaq ki, ətraf ərazilərdə suyun temperaturunu artıracaqdır. Məsələn, biz bura diqqət yetirək. Burada 7 rəqəmi ilə göstərilən Norveç cəryanı var. Görürsünüz, bu daha isti ərazilərdən, suyun temperaturu daha isti olan ərazilərdən daha soyuq ərazilərə doğru gəlir, düzdürmü? Ona görə də bu isti cəryandır. Niyə? Çünki bu daha isti yerdən daha soyuq əraziyə gedir və həmin ərazinin suyunun temperaturunu artırır deyə biz buna deyəcəyik isti cəryanlar. Bəs isti cəryanların nə kimi xüsusiyyətləri var? İsti cəryanlar əlbəttə ki, biz bilirik ki, ərazidə temperatur, ümumiyyətlə suyun temperaturunun qalxmasına səbəb olur və suyun temperaturu da qalxdığı üçün təbii ki, buxarlanma çox gedəcək. Buxarlanma da baş verdiyi üçün buludlar yaranacaq və ətraf ərazilərə yağıntıların çox düşməsinə səbəb olacaq. Ona görə yadda saxlayaq ki, isti cəryanlar okean sularında buxarlanmanı artırır, buludlar əmələ gəlir və ətraf ərazilərə yağıntıların yağmasına, rütubətli hava şəraitinin yaranmasına, sahil boyu ərazilərdə daha rütubətli iqlimin yaranmasına səbəb olur. İkinci bir məsələ, deməli, buxarlanma, yəni isti cəryanlar okeanda buxarlanmanı artırdığı üçün mütləq duzluluq da artacaqdır. Ona görə isti cəryanların digər bir xüsusiyyəti yadda saxlayaq ki, okeanlarda duzluluğu artıracaqdır. Yəni, bir daha qeyd edək, isti cəryanlar hansı xüsusiyyətləri olacaq? 1. Okeanlarda duzluluğu artıracaq. 2. Buxarlanmanı artıracaq. Buxarlanma artdığı üçün ətraf ərazilərə yağıntılar çox düşəcək və isti okean cəryanlarının keçdiyi ərazilərdə, matriklərin həmin hissələrində daha rütubətli iqlimin yaranmasına səbəb olacaqdır. Soyuq cəryanlar isə məlum olduğu kimi soyuq olduğu üçün okeanlarda buxarlanmanı azaldacaqdır. Buxarlanma azaldığı üçün buludluluq azalacaqdır və ətraf ərazilərdə quru səhra iqlimi yaranacaqdır. Həmçinin soyuq cəryanlar deməli duzluluğu azaldacaqdır. Çünki bu ərazilərdə suyu soyutduğu üçün duzluluq da azalacaqdır. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı fərqin daha böyük olmasına səbəb olacaqdır. Məsələn, baxın, gəlin yenə götürək burada Peru cəryanı. Peru cəryanı okean suyunda temperaturu soyudur. Ona görə ətraf ərazilərə yağıntılar az düşür. Məsələn, ona görə burada Atakama səhrası əmələ gəlir. Və yaxud da Bengel cəryanı ərazini soyudur, Namib səhrası əmələ gəlir. Və ona görə ətraf ərazilərdə quru səhralar yaranır və biz bilirik ki, səhralarda buxarlanma qabiliyyəti böyük olsa da buxarlanma zəifdir. Ona görə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi böyüdəcəkdir. Yəni dünyanın əsas okeanların materiklərin ətrafında olan biz isti və soyuq cəryanlara baxaq. Görürsünüz, Asiyanın ətrafında Krosiyo, Musson, Cənubi Passat kimi biz isti cəryanları görə bilərik ki, bu cəryanlar təbii ki, ətraf ərazilərdə rütubətin artmasına, həmçinin duzluluğun artmasına, okean sularında buxarlanmanın artmasına səbəb olacaq. Oyaşio isə soyuq cəryanı biz buradan görə bilərik ki, bu da duzluluğu təbii ki, azaldacaq və ətraf ərazilərdə quraqlığın yaranmasına səbəb olacaqdır. Biz Afrikanın ətrafında olan Kanar, görürsünüz, bunların hamısını biz əzbər bilməliyik. Kanar cəryanı görürsünüz, soyuq cəryandır. Bengel cəryanı soyuq cəryandır. Somali cəryanı soyuq cəryandır. Bu cəryanlar yenə də okean suyunun temperaturunu azaldır, ətraf ərazilərə yağıntının az düşməsinə səbəb olur. Məsələn, burada Bengel cəryanı yadda saxlayaq ki, dəniz okean sahilində Namib səhrasının yaranmasına səbəb olur. İsti cəryanlara isə biz aid edə bilərik Qvineya cəryanı, Angola cəryanı, Mozambik və İynəburnu cəryanlarına aid edir. Cənubi Amerika ətrafında olan biz isti cəryanlara Yeni Qvineya cəryanını, Braziliya cəryanını, bunlar isti cəryandır. Peru, Falkland, qərb küləkləri isə təbii ki, soyuq cəryanlar olacaqdır. Məsələn, burada Peru cəryanı okean sahilində Atakama səhrasının yaranmasına səbəb olur. Şimali Amerika ətrafında isə biz Kaliforniya, Labrador kimi soyuq cəryanları, Gulf Stream, Alyaska kimi isə isti cəryanları deyə bilərik.
Avstraliya sahillərində biz qərb küləklərindən ayrılan Qərbi Avstraliya səhrası, bu ətraf ərazilərdə Avstraliyanın qərbi hissələrində səhralıqın yaranmasına səbəb olur. Şərq hissəsində isə isti Şərqi Avstraliya cərəyanı var ki, bu Avstraliyanın şərqinə yağıntıların çox düşməsinə səbəb olur. Həmçinin şimal hissəsinə Passat, yenə də cənub hissələrində isə qərb küləklərinin təsiri böyük olacaqdır. Bir də ki, dairəvi formada yerləşən biz cərəyanlara baxsaq, görürük ki, Sakit Okeanın şimalında biz bir rəqəmi ilə görə bilərik. Şimali Passat, sonra fırlanır burada əmələ gəlir Crosio, daha sonra Şimali Sakit Okean cərəyanına keçir və ondan Kaliforniya cərəyanı ayrılır. Sakit Okeanın cənubuna diqqət yetirsək, bir rəqəmi ilə görürsünüz Cənubi Passat cərəyanı, 2 rəqəmi ilə Şərqi Avstraliya, 3 rəqəmi ilə Qərb, 4 rəqəmi isə Peru cərəyanı görürsünüz. Burada da dairəvi formada cərəyanların hərəkətinə səbəb olur. Həmçinin Atlantik Okeanında 1 rəqəmi ilə Şimali Passat, 2 rəqəmi ilə Gulfstream, 3 rəqəmi ilə Şimali Atlantik, 4 rəqəmi ilə isə biz kanal cərəyanlarını göstərə bilərik. Atlantik Okeanının həmçinin cənubunda 1 rəqəmi ilə Cənub Passat, 2 rəqəmi ilə Braziliya, biz burada deməli 3 rəqəmi ilə qərb küləkləri, 4 rəqəmi ilə isə Bengel cərəyanını görə bilərik.